Allahumma inni a'uzu bikə min qəlbin la yaxşə. Deyir, Allah, sənə pənah aparıram o qəlbdən ki, səndən qorxmur. Səndən qorxmayan qəlbdən pənah aparıram. O qəlb nəyə lazımdır? O qəlb nə vəziyyətdədir ki, Allahdan qorxmasın? Allaha pənah aparasın gərək o qəlbin sahibi olmaqdan. Ki, söz deyir, ayə deyir, hədis deyir, heç nədən insan qorxmur. Günah var, cəzası var, ölüm var, axirət var, Allah baxır, imam baxır, mələk yazır, heç nədən utanmır insan. Allaha pənah aparasın belə qəlbdən. Bir qəlb ki, çiynindəki mələkdən utanmır, imam zamanından utanmır, peyğəmbərindən utanmır, Allahından utanmır, qorxmur, narahat deyir. Qəlb nəyə lazımdır? Allaha pənah aparasın bu qəlb.